Əziz və hörmətli qrup üzvləri, dəyərli bağbanlar, sahibkarlar, fermerlər. Mən istərdim sizə növbəti bir bu gözəlliyimizi təqdim edeyim. Gördüyünüz kimi bu bizim təsərrüfatımızın müasir gilas bağıdır. 5-in 3-ü əkin sxemində əkilmiş və belə deyim, maksimum üzərində əkilmiş gilas bağıdır. Baxa bilərsiniz, bağımız artıq demək olar ki, tam şəkildə çiçəkləyib. Gördüyünüz kimi, maşallah, çiçəklər boldur. İnşallah inanırıq ki, məhsuldarlığımız da bu il daha yaxşı, daha səmərəli və daha keyfiyyətli olacaq. Gördüyünüz bu bağımız bayaq qeyd etdiyim kimi 5-in 3-ə əkin sxemində əkilmiş gilas bağımızdır. Baxa bilərsiniz, maşallah olsun, görürsünüz. Artıq bizdə erkənci sortlar demək olar ki, hamısı bu formada çiçəkləyib. Baxın, görürsünüz. Bəzi mütəxəssislərimiz ağacın bu hündürlükdə saxlanılmasını və bu formada saxlanılmasını bizə məsləhət görmədilər. Dedilər ki, zamanla müəyyən problemlər yaşanacaq. Ancaq sınaqdan keçirərək biz belə bir nəticəyə gəldik ki, bu formada saxlanıldıqda ağac daha məhsuldar olur, daha çox məhsul verir və keyfiyyətli məhsul verir. Baxa bilərsiniz, maşallah olsun. Demək olar ki, tam şəkildə bizim bağımız artıq çiçəkləyib. Bu forma müasir bağlara sahib olmaq istəyirsə bizimlə əlaqə saxlayın. 050 434 1139 nömrəsi ilə. Baxın, görürsünüz, artıq tozlanma da başlayıb. İnşallah ki, bu yaxın 3-4 gün ərzində heç bir təbii fəlakət olmaz və biz də rahat şəkildə artıq bağımızın necə deyərlər, mayalanmasını müşahidə edə bilərik. Müasir tinglərin satışını həyata keçiririk. Ən müasir və zəmanətli tinglərin sertifikatlı şəkildə satışını həyata keçiririk. Baxa bilərsiniz, artıq bizim arılarımız da öz iş başındadır. Maşallah olsun. Demək, bu bağda olan sortlar haqqında sizə biraz məlumat verim. Erkənci sortlar haqqında. Deməli, bizim bu bağımızda Premier Giant'dır, Elbigidir, daha sonra Svit ailəsinin bəzi sortları var, hansılar ki, artıq özünü çox gözəl şəkildə doğruldub və digər sortlarımız, erkənci sortlarımız demək olar ki, hamısı, baxa bilərsiniz. Baxın, mən digər cərgələri də siz üçün çəkirəm. Baxın, demək olar hamısı artıq çiçəkləmə fazasındadır. İnşallah Allah xatadan, baladan qorusun və biz bu bağdan bu il yüksək məhsuldarlıq gözləyirik. Bağın yaşını soruşanlar üçün qeyd etmək istəyirəm ki, bağımız artıq 9-cu ilindədir, 9 ilin bağıdır. Yəni 3-cü, 4-cü ilində bağ deyil. Və bir şey də qeyd etmək istəyirəm ki, bəzi aqronomlar, mütəxəssislər bağ salarkən bizim sahibkara deyir ki, əgər sən bu bağı əkirsənsə, maksimum üzərində 3 ildən sonra hər hektara 4 ton, 5 ton məhsul götürəcəksən. Bu ümumiyyətlə özü-özlüyündə yanlış bir təsəvvürdür. Belə bir şey olmayıb, ola da bilməz. Çünki maksimum calaq-altı üzərində ən tez məhsul yığılır 5-ci, 6-cı ilindən sonra. Düzdür, sizin ağacınızda müəyyən qədər məhsul olacaq. 2 kilo, 1 kilo, 3 kilo, təbii ki, bu ola bilər. Ancaq o ona dəlalət eləmir ki, hər hektardan 5 ton məhsul yığılsın. Artıq 5-ci, 6-cı ilin keçəndən sonra bax bu formada bəli siz məhsuldarlıq əldə edə biləcəksiniz. Allah hamının malına bərəkət versin. Hamımız üçün uğurlu, düşərli, ruzlu bir il olsun. İnşallah ki, vətənimiz üçün, dövlətimiz üçün xeyirli bir il olar. Diqqətinizə görə təşəkkür edirəm. Allah hamının malına bərəkət versin. Çox sağ olun.